Mənim əzizlərim, davam eləyirik Əqrəb bürcü ilə 22-28 dekabr həftəsi əqrəbləri nə gözləyir? Gəlin ilk öncə ona baxaq. Əqrəb bürcləri. Qəlbiniz qırılıb. Bu yeni nələrsə başlatmaq istəyirsiniz, yeni bir yolunu getmək istəyirsiniz, nəsə bir dəyişiklik mi etmək istəyirsiniz? Onunla bağlı biraz işlərinizin alınmamağı sizi narahat eləyir, amma tamamlanacaqsınız. Yəni bu məsələ tamamlanacaq, həllini tapacaq. Əyləncəli, şən bir vaxt keçirmək istəyirsiniz. Çünki bəzi şeylərdə elə bir keçmişə takılıb qalmısınız. Özünüzü günahkar hiss eləyirsiniz. Amma artıq hər şey yetişib. Nələr bitməlidirsə bitəcək və yaxud da hansısa bir məsələləriniz varsa artıq onu həll eləyəcəksiniz. Çünki siz bu işin ötəsindən gələ biləcək bir gücdəsiniz. Xəyallarınız, arzularınız var. Onunla bağlı işlər görürsünüz. Amma fikirləşirsiniz ki, yəni ki, bu arzularla bağlı ətrafda düzdür, çox söz söhbətlər gedir və yaxud da çox fikirlər yürüdülür, amma siz onu tamamlayacaqsınız. Bəzi şeylər var ki, insanların elə bir ki, fərqinə varmaq məsələlərində heç bir artıq nələrsə fikirləşmək istəmirsiniz. Çünki o qədər ağır, negativ, qəlbinizi qıran hadisələr olub ki, indi artıq heç nə düşünmək istəmirsiniz. İnsanların ikiyüzlülüyündən, sizə qarşı oynadığı oyunlardan, ümumiyyətlə yaradıcı davranıb işinizə baxmağa çalışırsınız. Çiçəklənmə gözləyir, amma bəzi insanlardan ehtiyatlı olun. Kimsə sizlə yəni ki, mübahisə etmək, dava dalaşmaq istəyəcək, amma siz nə edirsiniz? Razılığa gəlin, kompromisə gəlin. Bu sizin xeyrinizə olacaq. İç səsinizə qulaq asın, yeni başlanğıc eləyin. Çox gözəl dövrdür yeni başlanğıc üçün. Yaradıcısınız. Bəzi məsələlərdə biraz tutumlu olun. Baxın, indi planetlər bizə nələrsə almaq dürtüsünü oyadır. Amma biz nə edirik? Biraz əlimizi bərk tuturuq. Zaten əqrəblər balanslı yaşayandır. Çox pul xərcləyən bürc deyil. Keçmişə takılıb qalmayın. Maddi rifah gözləyir. Maddi cəhətdən sevgi münasibətlərində də bolluk, bərəkət, xoş anlar gözləyir. Görək, kartlar bizə, əqrəblərə nə sevgi mesajı verir? Bir kart çəkəcəm. Çox gözəl. Hər hansı bir münasibətiniz varsa, həmin bir münasibətdə daha da aydınlıq, hal-hazırda ola bilər ki, bir müddətdir, kimləsə danışmırsınız, eləmirsiniz və yaxud da pauza dövründədir, aydınlıq gətirəcəksiniz. Yəni, üz-üzə danışıq olacaq. Ola bilsin ki, münasibət bir üst mərhələyə daşınsın. Planlar varsa, onlarla bağlı danışıqlar gedəcək. Mövcud olan münasibət daha da aydınlaşıb, güclənəcək. Bu qədər.